Nə demək ki, bizim Həqiqət üçün? Buyur, buyur. həqiqət ədədlər iki yerə bölünür. Rasional, irrasional. Rasional ədədlər neydi? Bilirsən, mövzunun tam ortasından başlamayaq və biz əvvəlcə həqiqətlərə gəlib çıxana qədər bir neçə mərhələ keçirik. Məsələ nədir? Yəni əks var, tam ədədlər var. Bax Nigar, belə bir şey deyirik. İlk öncə biz tanıyırıq natural ədədləri. Natural ədədlər 1, 2, 3 və s. əşyaları sayarkən istifadə etdiyimiz ədədlərdir. Sonra natural ədədləri böləndə ortaya çıxır kəsr ədədlər. Kəsrlərin növləri var idi. Adi kəsr deyirdik, onluq kəsr deyirdik, dövrü kəsr deyirdik və s. Düzdürmü? Daha sonra natural ədəddən natural ədəd çıxanda yarandı tam ədədlər anlayışı. Tam ədədlər anlayışı nə idi? Natural ədədlər onların əksəri və sıfır. Yaşa. Bunlar bizim üçün nə idi? Tam ədəd. Bax, bu ədədlərin sistemini hamısının bir yerə yığsan, əmələ gəlir rasional ədəd. Rasional ədəd işarə olunur Q hərfinə. Yəni, sən rasional ədəd deyəndə onun içərisində nələr var? Natural, bütün növ bildiyimiz kəsirlər, bir də mənfi ədədlər və sıfır. Hamısı bir yerdə nə əmələ gətirir? Rasional ədəd. Bir dəqiqə. Hoş geldin Rəvan. Salam müəllim. Salam. Sonra bu rasional ədədlərin qoşması var. Bunun adı nədir? İrrasional. İrrasional ədədlər hansıları kim deyər? Dövrü olmayan kəsirlər. Dövrü olmayan sonsuz onluq kəsirlər. Bunun biri pi-dir. Pi irrasional kəmiyyətdir. Pi irrasional kəmiyyətdir, sonsuza qədər davam edir. Biri y-dir, irrasional kəmiyyətdir. Bir də kök altına çıxmayan bütün ədədlər, yəni biz bundan fərqli bir kök almaq istəsək, ümumiyyətlə kök almaq istəsək, bunların sonsuza qədər dövr eləyəcək. Yəni dövrü yoxdur. Ona görə kök altına çıxmayan bütün ədədlər elə həm də nə sayılır? İrrasional ədəd sayılır. Demək ki, irrasional ədəd deyəndə kök altından çıxmayan ədədlər pi və y. Bunlar bizim üçün irrasionaldır. Bəs rasionalla irrasional ikisi birləşib hansı ədədlər sistemini əmələ gətirir? Həqiqət. Əvvəllər hırla işarə olunurdu, həqiqi indi müasirləşib hırla deyirlər də, real. Həqiqi ədədlər deyəndə, həqiqi ədədlərin içərisində demək nə var? Bizim bilib bilmədiyimiz bütün ədədlər, mənfi, müsbət, sonlu, sonsuz, göydən çıxan, bütün ədəd anlayışı hamısı nəyin içərisində yerləşir? Həqiqi ədədlərin içərisində yerləşir. Problem var burada? Xeyr, mən. Və sizcə riyazi ədəd anlayışı burada bitirmi? Xeyr, mən. Bir də bunun genişlənməsi var. Xəyali ədəd. Nihat, mən də sizdən keçmiş deyiləm biz bunu? İ hərfi. Bəli. Mən keçmişdim. Biraz salatsız sual verdin, İ hərfi deyərək, biraz mənim söylədim. Mən karıqdım. Tamam. Bura qədər biz öyrəndik. Nə öyrəndik? Həqiqi ədədlər anlayışı. Demək, biz artıq həqiqi ədədlər anlayışına keçiriksə, belə çıxır ki, mənfi müsbət anlayışını tanıyırıq. Yəni, artıq natural ədədlərin kənar suallar işləyəcəyik. Həqiqi ədədlərdən danışırıqsa, ilk öncə bizim testlərdə, yəni qarşılaşacağımız məqamlardan biri və birincisi hansıdır? Tam və kəsr hissə anlayışı. Buna deməkdir. Məsəl üçün yazıram. 2 tam 10-da 7. Sual. Tam hissə neçədir? 2.
Və aid İki. söhbətidir də bu aid məsələdir. Hamı maşallah bilir. Bəs kəsr hissə neçədir? 0,7. 0,3. Aha. Hə, 0,7. Onda 3 deyən də var, sağ olsun. Deməli, tam hissə 2-dir, kəsr hissə 0,7-dir. Bilin onu demək istəyir. Belə bir prinsipimiz var bizim. İstənilən ədəddən onun tam hissəsini çıxsan, yerdə qalacaq nəyi? Kəsr hissəsi. Bir də qaydırıq. İstənilən ədəddən tam hissəni çıxsan, yerdə nəyə qalır onun? Kəsr hissəsi. Onda mənfi 2,7 yazsaq bu zaman. -3. Tam hissə mənfi 3 özündən bir var. 0,3. Və kəsr hissə mənfi ədədlərin kəsr hissə heç vaxt mənfi ola bilməz. 0,3. Müəllimə bu suala qəşəfillər. Hə, bilirəm hardan bilirsən. Mənfi 2,7. Həm də hardan gəlir çıxacaq biz bura Zəhra? Demək, ədəddən mənfi 2,7-dən tam hissəni çıxsaq, baxın, niyə belə deyil? Məsəl üçün, Nihadın 2 manat 70 qəpik büdcəsi var. Bunun motivası deyil ki, oradan 2 manatı çıxır, tam hissəni çıxır. Nəyə qalır yerdə Nihad? 70 qəpiyim qalır. Qəpik də, sonu qəpik olur. 2,7-dən, yəni ədəddən, büdcədən tamları çıxsan, onun nəyə qalacaq? Qəpiyi. Qəpiyi. Ona görə mənfi 2,7-dən də tam hissəni çıxsan, yəni axı mənfi 3-dür, yerdə bunun kəsri qalmalıdır. Aydın məsələdir ki, mənfi olacaq plus 3, bilirik də, mənfi müsələdən söhbət gedirsə, indi mən bu hissənin dərindən getmirəm, yəni ki, hər kəs bilir də, cəmlərdən biri, toplanların daha doğrusu biri müsbət, biri mənficə biz nə edirdik? Modulca böyükdən, modulca çıxıb, böyük şəhəsini yazırdıq. Olacaq 0. Hayca. Mənfi 2,7-nin tam hissəsi mənfi 3. Niyədir ki? Anladım. Kəbidə bax. Yaxşı olasın. Bura qədər hələ ki problem var. Bildin nə etdim mən? Yox, müəllim, sadəcə bu hissədə. Tamam. Bax yazıram. Mənfi 3,21. Tam hissəsi neçədir burada? Mənfi 4. Özündən bir vaid əvvəl gələr. Mənfi 4. Kəsr hissəsi deyəndə, kəsr hissəni tapmaq üçün ədəddən çıxacaqsan onun nəyini? Tam hissəsini. Ədəddən nəyi çıxarsan? Tam hissəsini. Mənfi 3,21 olacaq plus 4. Neçə olar? 0,79. Gördün bunu deyiləm? Müəllim, onda mənfi ədədlərdə tam hissə özündən bir var əvvəl gələndir. Bunun da açıqlaması var. Gəl bir də baxaq. Mənfi 6,2. Tam hissə mənfi 7. Kəsr hissə ədəddən çıxıram tam hissəni. Olacaq mənfi 6,2 plus 7. Neçə olacaq? 0,98. Yenə aydın olmadı Leyla. Müəllim, aydındır, çox sağ olun. İndi sağ ol. Nəyə baxırıq? Tam və kəsr anlayışını qutaraq keçir obus anlayışlara. Çünki həqiqət elə bizə bir neçə əsas anlayış lazımdır. Rəvan. Kişi, yazırıq kök altında 7. Kök altı anlayışını yəqin ki bilirsiniz, düzdür. Biz bu anlayışı işləyəcəyik kök altı ifadələr anlayışına. Sadəcə burada indi həqiqət anlayışını bizə lazımdır. Kök altında 7. Tam hissə neçədir burada? 2 tam 2. 2. Yəni 2-nin kvadratı 4 edir, 3-ün kvadratı 9 edir. Bəli. Yəni kök altında 7 2-dən böyükdür, 3-dən kiçik. Buradan çıxar 2 tam neçəsə, düzdür kişi? Yəni tam hissə 2-dir. Onda Rəvan, kök altında 7-də tam hissə qardaş neçədir? 2. Hayır, Rəvan. Və onda bunun kəsr hissəsi neçədir? Məntiqini istəyirəm səndən, buyur. Müəllim, nə sual soruşurdunuz? Buyur. Deyirəm ki, kök altından 7-də kişi, tam hissə 2-dir. Bəli. Bunu bildin, əla. Bəs kök altında 7-nin kəsr hissəsi neçədir?
Deyim müəllim. Yox, Rəvandaşdan sonra. Yuxarıda biz bir qayda qeyd elədik. Rəvan, ədəddən tam hissənin çıxsan, onun nəyi qalacaq? Rəvan, mikrofonu aç, biraz danışıq oradan bağlayarsan. Rəvan, eşitirsən məni sən? Bəli, eşidirəm. Hə, mikrofon açsaq hələ ki. Bax, kişi, kök altında 7. Tam neçədir burada? 2. İndi ədəddən, kök altında 7-dən tam hissənin çıxsan, onun nəyə qalacaq? Kəsr hissəsi. Demək, kök altında 7-nin tam hissəsi kök altında 2-dir. Kəsr hissəsi kök altında 7 minus 2-dir. Yenə aydın olmadı. Aydındır. Kök altında 23 yazacağım. Rəvan, devam edirik. Kök altında 23 tam hissə neçədir? Kök altında 4 tam. Tam hissə neçədir? 4 tam. 4. Yəni 4. 4. Bəs kəsr hissə neçədir? Kök altında 20 çıxılsın 4. Aha. İndi deyərsən ki, niyə kəsr hissə belədir, Rəvan? Gəl bunun təqribi hesablayaq, eləmişik. Düşün, yəni kök altında 23-dən, təqribi hesablayırıq, ha. Məsəl üçün, çıxır təxminən 4,8. Yəni 5-ə yaxın bir kəmiyyət. Düzdür? Axı 5-in kvadratını 5 eləyir. İndi sən buradan həmənki 4-ü çıxsan, de görüm təxminən 0,8 qalırmı? Görürsən, yerdə nə qaldı? Kəsr hissə qaldı. Kəsr hissə. Məsəl üçün, bax, deyək ki, kök altında 7-də tam hissə 2-dir. Kəsr hissə kök altında 7 minus 2-dir. Bilirsən niyə? Kök altında 7-dən təxminən çıxar bir 2,6. Eləmi? 26 kvadrat 676 edir də. Çıxılsın 2. Təqribən qalacaq neçə? 0,10. Görsən kəsr hissə qaldı. Aydındır. Demək, ədəddən tam hissənin çıxsan, onun nəyə qalacaq yerində? Kəsr hissəsi. Kəsr hissə. Kənan, salam. Salam, müəllim, necəsiz? Salam, niyə indi qoşuldun kişi? Niyə gec qoşuldun? Mən evdə deyildim, indi gəldim ona görə. Hə, ekran qeydini aparırıq. Biz həqiqətlər bölməsinə baxırıq. Mütləq şəkildə bax. Yaxşı, bilirəm ki, sən əminəm ki, hamısı bilirsən, amma yenə də bax. Yəni, Yaxşı, müəllim. Sağ ol. Mütləq izlə. Bunu qoyduq kənara. Kənan, mikrofonu bağlama. Sənlə davam edirik. Bağlamayım. Yox, sən də biraz müzakirə edək. Yazırıq. Kök altında 30 plus 3. Burada tam hissə neçədir? Kəsr hissə neçədir? Həqiqi ədəd bölməsinə baxırıq. Tam və kəsr anlayışına danışırıq hələ ki. Buyur. Tam hissəsi 5-dir. Diqqətlə bax. Tam hissəsi. Ha, yox, tam hissəsi 8-dir. 5 plus 3. Qəşəng. 8-dir. Kəsr hissəsi də deməli kök altında 5-dir. Dayan, 25-dən çıxacam. 5-dən çıxacam. Neçənim? Unutdum bunu. Gəl baxaq. Bilirdim. Əla, bilirsən nə gözəl. Deməli, bir dənə səbrin olsun. İndi kök altında 30 plus 3 hesablamaq istəyir. Burada əvvəl plus 3 də var. Tam və kəsr hissəni tapmaq üçün əvvəl bir təqribi hesablama aparırıq. Təqribi hesablama aparırıq. Görək burada tam hissə neçədir? Kök altında 30-dan təxminən çıxar bir 5,3. 5,5. Fərqi yoxdur. Plus 3. Yəni təqribən eləyər 8,3. Lap 8,5, 17 fərq eləmir. Qısası, tam hissə neçədir bura Nuray? 8. 0,3. Kəsr hissə ədəddən, birdən ki 13 dərsən, ha? Ədəddən, yəni kök altında 30 plus 3-dən çıxacam tam hissəni. Axı, ədəddən tamı çıxsan, ona görə kəsr hissəsi qalır. O da bərabər olar kök altında 30 minus 5. Aynı olmadı Kənan. Bildim, müəllim, bildim. Kimə qaranlıq qaldı bir yaza bilərik? Məsələn, mən elə yenə baxmaq istəyər suala. Yox, müəllim, başa düşdüm. Nə gözəl, plus 1. İndi baxın, deyir tam və kəsr hissəni tap. Gəl hesablayaq yenə də. 3 kök altında 2 plus 1. Təqrib hesablayıram. Amma əvvəl neyəm? 3 kökün altına vur. Bir hesablama heç vaxt. 9 vuraq ikinci eləyər. 18 plus 1. Təxminən 18-dən çıxar 4 tam neçə? 4 tam 12 deyək də, nə fərq var ki? Üstə gəl 1.
Təqribən olacaq 5,2. 5,2. Tam hissən 5-dir. Və kəsirsən ədəddən çıxarsan tam hissəni. 3 kök altında 2 minus 4. Nədir problem? Aydın da hamısı? Bəli, mən Zəhra sən Aydın. cavab verirsən. Bəli, müəllim. Kök altında 40 minus 6. Kəs hissəni tap. 40'dan dəqiqə mən burada hesablayayım mən. 6 Hemen ya. Abi alamadım ya. Kimsə baxmaq istəyirmi? Mənim 0 eləyir tam hissəsi, eləmi? Mən kəsr hissə kök altında Hayır tam hissəsi. Baxın. Təqribi hesablayaq. Hə, Kök 40-dan altında təqribən 4 minus 6 6. Təxminən çıxar 6,3. Məsəl üçün çıxar. Çıxar 6 edir 0,3. Nəsə bir şey. Tam hissə burada mən nə edirəm? Hə. Burada tam hissə necədir deyin görək. Mənim 0 olar. Tam hissə 0-dır. tam 0 deməli. Bu əl 0 deyil. Tam hissə 0. Tam hissə 0-sa onu əldən özü. Kök altında Mən- 4 minus 6 Hətta kəsir. 40 minus 6. Özü kəsirsilmiş. Oldu mu? Benim 0 verebilir ki tam hisse orada. Bəli. Suallarda 0 verebilir. Yox, Cevaplarda. onu verməyəcək. Məsəl üçün bunu verir. Bax, belə suallar var. Kök altında 40 minus 6. Deyir ədədin tam hissəsi, kəs hissəsi ilə özün hasilini tapın. Və yaxud da bu sualı verir. Ən bax sual bax, məsələn sual konkret deyə bilərəm sənə. Kök altında 20 minus 5 elə yox, minus 5 demək, minus 4 deyək. Tamam. Deyir ədədinin kəsr hissəsi ilə kök altında 20 plus 4-ün hasilini tapın. Bunun tam hissəsi neçədir qardaş? Tam hissə burada 0-dır. Elə deyilmi? Onun ədədinin özü kök altında 20 minus 4 elə nədir? Kəsr hissə. Bu ədədlə kök altında 20 plus 4-ün hasilini tapın. Hasil müxtəsər bilirsiniz, keçməmiş hərəkət. Daha təkərləməmiş daha doğrusu keçməyə söhbətdir. Olar kök altında 20-nin kvadratı minus 4-ün kvadratı. Yəni neçə olacaq? 20 çık 4 16. 16, o daha 4 olar, 4 olar. 16 üzəri 4-ə. Aydındır? Məsələn, bir də sual verə bilər sənə. Aydındır Kənan? Bəli. Bu oldu bizim üçün tam və kəsr hissə anlayışı. Bu Bunu sualda qoydum. belli bizim qəbula düşmüşdüm ama yazabilmemişim. Aha. İndi aydındır yoxsa yox? Aydın oldu. Qoyduq qırağa. Bu bir anlayış. Sonra həqiqətləri anlayışında biz qarşılaşacağıq nə ilə? Standart şəkil. Nə deməkdir bu? Məsəl üçün, durub deyirik ki, çox böyük bir kəmiyyət deyək. Nə deyək sənə? 1 milyon. Tutaq ki, hər hansısa bir kitabxanada olan kitabların içərisində olan bütün hərf və rəqəmlərin sayı. Bunu hesabladıq. Oldu bu qədər. Bunu tapabilirim. Hər dəfə sən bu ədədi sayana qədər, sayandan sonra qayıdıb sıfırlarını saymalısan. Çünki mümkün ki, adam burada sıfırın sayını səhv eləsin. Hətta mən yazdım və sıfırın sayını itirmişəm. 11. 11'dir, sağ ol. 12 12. Ha, görürsən, işte buradan da səhv elədik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11'dir Zəhra. Müəllim 40'da var axı. Yox, mən 43 deyirəm, mən sıfırların sayını deyirəm. Ha, 40'da var. 40'da var. Yəni dediyim odur ki, yəni bu ədədi yazmaq, hər dəfə köçürmək, hər dəfə qayıt sıfırları saymaq praktik deyil. Bax bu böyük hesablarda, böyük kəmiyyətlərdə bu ədədləri salırıq standart şəkilə. Qısalaşdırırıq, müxtəsər hala gətiririk. Buna dedik standart şəkil. Standart şəkilə gətirmək üçün burada nə edirik biz?
4 Bir virgül. Bir vahid Nöqtə- saxlanılır. Bax 4. Buradan vergülü qoyuruq. Bura qədər nə qədər gəlmişik? Saya gəldik. Sağdan sayırıq düz bura qədər. 12 vahid gəlmişik. Buradan bura qədər. Olacaq 4,3 vurulsun 10 üstünə. Bax 1, 2, 3, 4, 12-yə qədər 12 dənə gəlmişik bura. 10 üstü neçə? 12. Bax bu oldu bu ədədin standart şəkili. Bu standart şəkil iki hissədən ibarətdir. Bir bu hissə, bunun adına deyirdik, mən unutdum. Əsas. Yo. Yalnız hatırlayın. Qiymətli hissə. Qiymətli. Qiymətli hissə. Qiymətli hissə. Buna deyirdik nə? Tərtib. 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 Oldu mu? Tərtib. İndi gəlin baxaq. Məsələn, mən buraya yazacağım 2300. Biz bunu yazarıq 23 vurulsun 10 üstü 2. Sizcə səhv yazdı? Bəli. Riyazi o səhv yazmadı. Niyə? Yox, şey 23 standart kimi. vurulsun, bəli, 100 eləyir. Eləyir 2300. Tamam düzdür. Amma 2,3 bıraq 10 üstü 3 Amma yazdı. müəllim standart şəkili deyil ki. Ay sağ ol. Tamam. Yaza da 2,3 bax vergül bura qoydum. 1, 2, 3. 10 üstü. 10 üstü 3. Onun kubu. Bu da doğrudur. 2,3 vuraq 1000. Bu deyəcək 2300. Tamamilə doğrudur. Yaza bilərsən 0,23. Bax vergülü bura gətirsən. 1, 2, 3, 4. 10 üstü 4. Yəni 0,23 vurulsun 10.000. Yəni olacaq 2300. Bunun hamısı daha doğrusu doğrudur. Riyazi olaraq doğrudur. Amma söhbət gedirsə standart şəkildən doğru olan budur. Nə üçün? Çünki ondan sizdir ya. çünki bizdə qiymətli hissə bax 0-la, yox 1-lə 9 birdən arası ola böyük, bilər. 9 9-dan kiçik ola bilər. Bu qiymətli hissə nə 9-dan böyük ola bilməz? 23. Səhvdir. Nə birdən kiçik ola bilməz? 0. Bu da səhvdir. 1 tam, 2 tam, 3 tam, 5 tam neçə? Yəni 1 9-a dəyişə bilər. Aydın olmadı? Oldu nə? Standart şəkil. Bu şəkildə 4,3-ün adına deyirik qiymətli hissə, buna deyirik nə? Tərtib. Bir də yazıram. 0,0013. Buna cavab versin burada məsəl üçün Nigar. Eşidirəm Nigar, buyur. Nigar, Mənim nəyə soruşdunuz? Yəni bunu gətir standart şəkilə. Hə, tamam. Müəllim mən bu deyim. Yox, Zəhra, sən demirdin. Nigar mikrofon açıb. Nigar, buyur. Nigar, bilmirsinsə belə, aç mikrofonu bilmədiyini söylə. Mən sənin burada olduğunu görürüm. Mən gözləyim. Hə, gözləyim, yaxşı, tamam. Müəllim. Bilməsə mən deyim. Sən o bilməsə, deyəcək Dərya. Yəni şansımı çox zorlam biləmi? Maşallah olsun. Sənin biliyin əladır, sənin həvəsin qəşəngdir, çox xoşuma gəlir. İnşallah sən maksimum işləyəsən qəbul riyaziyyatdan. Hə, buyur Nigar. Yenə biz nə edirik Nigar, eşidirsənmi? Zəhra buyur, sən də yaxşı. 1,3 vur 100 üstü mənfi 10 üstü mənfi 4. Bax, biz yenə tam hissə yaradana qədər vergül çəkirik. Bayaqdan 2300-dür və yaxud neçə idi? Sağa doğru sayı vergül qoyurduq. İndi sola saymalıyıq. 1, 2, 3, 4-ü sayaq vergül qoyuruq. 1,3. Nə sıfıra qoymuruq, nə 13-ə qoymuruq. 1,3. Niyə? Qiymətli hissə düşməlidir 1 ilə 9-un aralığında kəmiyyətə. 1,3 vurulsun 10 üstüdən 4. Mənfi 4. Ay yaşa. Biz yeri saydığımıza görə 1, 2, 3, 4. 10 üstü mənfi 4. Oldu mu? Bir də yazırıq 0,0007. Olacaq. Nigar, bu nedir? Rəmz rahat olsun. Yaxşı, Dərya, sən də buyur.
Mənim 0,7 yazırıq. Yox, Dərya, onda 7 yox. 1, 2, 3, 7. 4, 5, 7. Dedi axı Dərya, bax, nə 0 tam ola bilməz, nə 9-dan bir ola bilməz. Bəli. 7 vurulsun, da burada 7-nin özüdür də elə. 1, 2, 3, 4, üstü -5. 10 üstü -4. mənfi 5 5. Dərya. Bildin mi Dərya? Bəli. Tamam. Dərya, maşallah olsun, yaxşı işləyirsən, ha. Yəni, o fasilənə görə çox qəşəngdir. Sağ olun müəllim. Aha, oldu mu qiymətli və tərtib hissə? Qiymətli Bəli. hissəndə şəkil. Bunu da qoyduq sonra. Biz danışırıqsa həqiqətlərdən gəlib çıxmalıyıq nəyə? Şimdi burada bir dənə məqam biz qeyd eləmədik, bayaq üstündən biraz keçdik. Bu, dedik, rasional kəmiyyətlər və irrasional kəmiyyətlər. İrrasional kəmiyyətlər hansıydı? Yəni, kök altının çıxında hamısı irrasionaldır da. Dövrdə. Kök altında 7. Məsələn, bax, bu bizim üçün nədir? Kök altında 3 olsun. İrrasionaldır. Biz əksər misallarda irrasionalı nəyə gətirməyə çalışırıq, rasionala? Bunun üçün həmin ifadəni nəyə vururuq? Qoşmasına vururuq. Qoşması. Kim deyər? Kök altında 3-ün qoşması nədir? Kök altında Kök altında 3 elə. Kök altında 3. Niyə? Bəli. Onlar 9, oradan kök çıxar 3. Çıxar 3. oldu rasional. 2 kök altında 5-in qoşması nədir? Kök altında 5. Yenə kök altında 5. 2 kök yoxdur, ha? Niyə? Olacaq 2, çünki burada bu 2 ilə 5 arasında vurmuş hərsi var. Kök altında 25. Cavab olacaq 10. Yenə yazıram. Bəs kök altında 3 plus 1-in qoşması nədir? Kök altında 3 minus 1. Plusun qoşması minusdur, minusun 2 plusdur. Kök altında 3 minus 1-dir. Niyə? Axı biz bilirik müxtəsər olma düsturuna görə A kvadratı minus B kvadratı bizə nə vermişdi? 2 faiz kvadratdan fərqi. Bəli, onların fərqi ilə cəmin hasilinə bərabərdir. 10 da kök altında 3 plus 1, kök altında 3 minus 1, o kök altında 3-ün kvadratı minus 1-in kvadratı. 3 minus 1 cavab olacaq 2. Olar mı? Bəli. Məsələn, 1 bölünsün kök altında 2 plus 1. Deyir, kəsin məxrəcini irrasionaldan azad eləyin. O zaman nə var? Müəllim, kəsin məxrəcində surətində kök altında 2 minus 1-ə Qaydayə vururuq. görə kəsin sürətlə məxrəcini eyni şeyə vursaq və ya bölsək, nəticə dəyişməz. Hər tərəfin kök altında 2 minus 1-ə vururuq. Məxrəc kök altında 2-nin kvadratı minus 1-in kvadratı olur. Cavab olur 1-də kök altında 2 minus 1. Yəni kök altında 2 minus 1. Olar? Bəli. Bunu atdıq qırağa. İndi gəlin baxaq buna. Üçüncü hala. Mən bir söz deyə bilərəm. Buyur. Mən kök altı biz yəni Aynen. biz məktəbdə kök altı keçməmişdik, yəni bilmirəm. Mən bilirəm sən nə Anlamıyorum. deyirsən, Dəniz. Zaten biz dərinə getməyəcəyik burada. İnşallah kök altı dərsini keçəcəyik. Bayaq dedim axı. Bəli. Onda sən hər şey aydın olacaq. Amma ümumiyyətlə kök altından gedirsə, bax kök altı 36 yazdığıma bura. Bilirsən bu nə deməkdir? 6 demək, onu bilirəm. İndi kök altında 2-də yəni artıq irrasionaldır. Elə bir həqiqət bağışda. Rasional ədəd yoxdur ki, kvadrat kök altında 2 versin. Elə olduğu kimi qalır. Kök altında 2 olsa qalır. Yəni bu hissəni görsən sənə dərsi davam edəcək. Biz işləyəcək sənə kvadrat göremiyoruz, ondan sonra işləyəcək. Yaxşı? Yaxşı. Aha. Modulda A. Sizcə bu modulda A nə deməkdir? Ümumiyyətlə, modul bizim üçün nə deməkdir? Mütləq qiymətdir də bir məsafə deməkdir. Məsafə həmişə müsbətdir bizim üçün, eləmi? Ona görə modulca hər zaman biz nə götürürük? Alınan cavab. Ümumiyyətlə, modul haqqında kim nə fikir söyləyə bilər? Deyin, görüm. Moduldan mənfi çıxa bilməz. Bax, Modul məsafədir. Bilsən, o cümlə olaraq biraz çox çirkin bir cümlədir. Moduldan alınan nəticə hər zaman müsbətdir. Sıfırdan bölünür. Hesablama başlanğıcına A-ya qədər məsafə olan A-nın moduludur. Bəli, dedik ki, yəni modul bizə məsafəni göstərir. Mən də elə dedim də, prosto tərsinə. İndi məsələ bilirsən nədir? Bax, Dəniz, biz misalları işləyərkən şərti belə qoyduq. 1. Əgər modul daxili ifadə müsbətdirsə,
onda ifadə moduldan olduğu kimi çıxır. Bax, A-dan elə A çıxır. Görürsənmi? Bəli. Moduldan heç vaxt mənfi çıxa bilməz. Eşit də məni? Yox. Modul müəyyən bir məsafəni bildirir. Bax, tutaq ki, bu koordinat başlanğıcıdır. Bura 5-dir. Deyirsən, buradan bura məsafə nə qədərdir? 5. Bura mənfi yazacam. Deyirsən, buradan bura məsafə nə qədərdir? Mənfi 7 məsafə gedə bilmir yaxın. 7. Mən 7-yi bağışlayayım. Həmin ölçünü göstərir. Amma misalda sən nəyə önəm verərsən? Modul daxili ifadə müsbətdirsə olduğu kimi çıxır. Bax cümləyə bax. Modul daxili ifadə müsbətdirsə olduğu kimi çıxır. Bu nə deməkdir? Hətta sıfıra bərabər də ola bilər. Modulda yazıram 7. Bax, burada A neçədir görürsən? 7-dir. Modulda 7-dən nə çıxar? 7. Bərabərdir 7. Bax, görürsən, elə A-nın özdə çıxdı, fikir verdin. Yəni, modul daxil ifadə müsbətdirsə, ifadə olduğu kimi neyinir? Çıxır. Qalır. Amma ikinci hal. Modul daxili ifadə mənfidirsə, onda əksinə çıxır. Yəni, Zəhər durub deyəcək ki, nə olur? Moduldan mənfi çıxdı. Müəllim. Hə, bilirəm də. Hə, mənfi çıxmadı. Əks işarət. Əksi çıxdı. Zaten A-nın qiyməti nədir? Mənfi. Ona görə onun əksi çıxmalıdır ki, bu buradakı mənfi var, sanki əlini silahdan durubdur. Sənə gözlür ki, Aya mənfi qiymət versin. Sən Aya ancaq nə verə bilərsən? Mənfi. Aya verdiyin mənfini, bu mənfi nəyə çevirəcək? Müsbətə. Məsəl üçün, Aya qiymət verir Zəhra. Aya 2 verək. Ay Zəhra, A nədir burada? Mənfi 2 verək. Yaxşı, mənfi 2 verdin. Dedim ki, A üzə mənfidir mi? Görürsənmi? Onda birinci halda kim yox, olduğu kim yox. Nəyə çıxacaq? Mənfisi. Əksi. Mənfisi yox, əksi. Bax, əksi. Bu bunun mənfisi. Əksi bizi deyil. A-nın əksi. A öz neçədir qardaş? Mənfi 2 deyil. Bax, bu mənfi nəticə olacaq neçə? Müsbət 2. Çatdı. Amma sən desəydin ki, A mənfidirsə, ay müəllim, elə modulda A-dan A çıxsın da. İndi sən axı Aya mənfi 2 qoydun, bax, mən deməmişəm, sən demişsən. Elə A-nın özdə çıxsın, mənfi 2 çıxsın. Alınmıraq ondan, modulda bir müsbət çıxır. Yenə aydın olmadı. Oldu, Allah haqqı oldu bu səfər. Təbrik edirəm. Onda şərti Kənan belə qoyuruq. Bilirəm ki, bunlar hamısını bilirsiniz. Modul daxili ifadə müsbəti 0 ola bilər. Olduğu kimi çıxır. Mənfidirsə nəyi çıxır? Əksi. Əgər verilən qiymət ədədlə olsaydı, məsəl üçün, mənfi 7 olsaydı, bizə necə çıxır buradan? 7. Bax, bu yazdığımız şey var, mənfi 7 bərabər 7. Bəsən səhvdir. Elə deyil. Mənfi 7-dirsə, onun nəyi çıxır? Əksi. 7. Bax, buradan gəlir. Belə yox, belə gəlməlidir. Sadəcə biz artıq birbaşa bunu yazırıq. Aydın olmadı yenə də, qardaş. Oldu mən. Biz adı bir mərhələndiririk. Yəni, modul daxili ifadə müsbətlis olduğu kimi çıxır. Mənfidirsə, nəyi çıxır? Əksi çıxır. Əksi. İndi biz bunları görəcəyik suallarda. Özdə yetərincə. Məsəl üçün. Modulda 8 çıxılsın kök altında 15. İndi bu ifadə müsbət yoxsa mənfi? Müsbət. Təbii ki, 8 kök altında 64 edir də, 15 də 3 tam neçə edir, düzdür? Müsbət. Ona görə olduğu kimi çıxır. Vəssalam. Amma yaza bilərdik. Kök altında, yazaq elə məsəl üçün. 4 çıxılsın kök altında 20. Sizcə bu ifadə müsbətli yoxsa mənfi? Mənfi deyil. Onun sonra kök altında 20 minus 4. Bəli. Yəni ki, siz mənə çoxu suallar işləmişsiniz. Bax, burada gəlir də qaynaqlanır. Müsbətlis olduğu kimi qalır. Mənfi əksi çıxır. Yenə aydın olmadı. Oldu. Oldu mən. Məsələn, deyək ki, ifadəni sadələşdirin. Görəsiniz, çox görmüşsünüz suallardan.
Modulda 3 minus modulda 20 plus olsun 5 minus modulda 20. Sadələşdirin deyir. Sadələşdirmək üçün əvvəlcə moddan azad eləməliyik. Azad edərkən nəyə baxırıq? Birinci modulun içərisində mənfi yoxsa müsbət? Mənfi. Onda əksi çıxacaq. Kök altda 20 minus 3. Plus. İkinci müsbətli yoxsa mənfi? Müsbət. Olduğu kimi çıxacaq. 5 minus kök altda 20. Düzdür qağa? Bunlar nə vardı? Getdi. Mənfi 3-dən 5 cavab olacaq 2. Sadələşdirdik də. Yenə aydın olmadı. Oldu müəllim. Oldu müəllim. Baxın, həqiqi ədəd mövzusu yetərincə geniş mövzudur. Amma mən sizə danışdığım qədərin testini verəcəm. Yəni, sən burada nə yapacaqsan? Standart şəkil, tam kəsilsi anlayışı, modul anlayışı, bu suallara baxacaqsan. Harasa 60-a yaxın test verəcəm. Onu işləyəsiniz, yoxlayıb, keçəcək artıq mövzunun yerdə qalan hissəsini. Problem yoxdur ki. Xeyr mən. Xeyr mən. Mütləq qeydə Mənim baxarsın. sizə bir şey xahiş edə bilərəm. Buyur. Mən tez təzəkkürsüz. Əlbəttə. Nə? Biri nə deyir? Tez. Zəhra, yəni düzdür, Allah hər dəfə, yəni həmişə xeyir iş qismət versin, yaxşılıq olsun. Mənim həqiqətən başım var, çox qarşı oldu. Yəni orada mən olmalıydım. Yəni orada oluram. Hə, ona görə də biraz baş qarşılıq oldu. Hə, şeydir. Yəni əlavə məqam qeyd eləməyəm məncə. Bir 60 dənə sual göndərəcəm. O sualları işləyək, gördüyünüz şeyə davam edək. Olar? Olar mənim. Çox artım yaxın. Olar müəllim. Oldu. İndi göndərin. Sağ olun, Allah'a emanet. Sağ olun müəllim. Sağ olun. Sağ olun. Sağ olun. Mən gecəniz xeyrə. Sizin də.